Salam, retinol, C vitamini, SPF, niasinamid, hialuron turşusu. Son illərdə dəri baxımı ilə maraqlanan hər kəs bu məhsulların adını eşidib. Sosial şəbəkələrdə saysız-hesabsız videolar izləyirik. Müxtəlif məhsullar alırıq və ümid edirik ki, dərimiz qısa müddətdə qüsursuz olacaq. Amma çox vaxt nəticə tam əksinə olur. Dəridə qızartı, quruluq, yanma hissi, hətta yeni sızanaqlar və ləkələr yaranır. Bəs problem nədədir? Problem məhsulların özündə deyil. Problem onları düzgün istifadə etməməkdədir. Bu videoda retinol, C vitamini və SPF haqqında ən vacib məlumatları sadə dildə izah edəcəyik. Retinol nədir? Retinol A vitamininin törəməsidir və dermatologiyada ən çox istifadə olunan aktiv maddələrdən biridir. Retinol dəridə hüceyrələrin yenilənməsini sürətləndirə, incə qırışların görünüşünü azalda, sızanaqların müalicəsinə kömək edə və pigment ləkələrin görünüşünü yüngülləşdirə bilər. Ancaq bir çox insan retinolu ilk gündən hər axşam istifadə etməyə başlayır. Bu isə dəridə qızartı, qabıqlama və həssaslıq yarada bilər. Retinola başlayan zaman onu həftədə 1 və ya 2 dəfə istifadə etmək, sonra isə dəri uyğunlaşdıqca istifadəsini tədricən artırmaq daha məqsəd uyğundur. C vitamini nə üçün istifadə olunur? C vitamini güclü antioksidantdır. O sərbəst radikalların dəriyə vurduğu zərəri azaltmağa kömək edir, dərinin parlaqlığını artırır və bəzi pigment ləkələrinin görünüşünü yüngülləşdirə bilər. Ən yaxşı nəticə üçün C vitamini adətən səhər istifadə edilir və ardınca mütləq günəş kremi çəkilir. Ancaq unutmayın ki, bazarda satılan hər C vitamini serumu eyni keyfiyyətdə olmur. Tərkibi və konsentrasiyası düzgün seçilmədikdə dəridə qıcıqlanma yarana bilər. SPF niyə bu qədər vacibdir? Əgər dəri baxımında yalnız bir məhsul seçməli olsaydınız, bu məhsul böyük ehtimalla SPF olardı. Çünki günəş şüaları təkcə dərini qaraltmır. Onlar dərinin vaxtından əvvəl qocalmasına, pigment ləkələrinin yaranmasına və bəzi dəri xəstəliklərinin riskinin artmasına səbəb ola bilər. Bundan əlavə retinol və C vitamini kimi aktiv maddələr istifadə edən insanlarda günəşdən qorunmaq daha da vacibdir. Əks halda müalicənin effekti azalır və dəri daha həssas olur. SPF yalnız yayda deyil, ilin bütün fəsillərində istifadə edilməlidir. Buludlu havada belə ultrabənövşəyi şüalar dərinizə təsir etməyə davam edir. Bu məhsulları birlikdə istifadə etmək olarmı? Amma düzgün ardıcılıqla. Ümumi olaraq səhər üzün yuyulması, C vitamini, nəmləndirici, SPF, axşam isə üzün təmizlənməsi, retinol, nəmləndirici, lakin bu ardıcılıq hər kəs üçün eyni deyil. Həssas dəriyə malik insanlarda rozaseya, ekzema və digər dəri problemləri olan şəxslərdə fərqli yanaşma tələb oluna bilər. İnsanların etdiyi ən böyük səhvlər. Birinci səhv çoxlu aktiv maddələri eyni gündə istifadə etmək. Retinol turşular və digər güclü məhsulları birlikdə istifadə etmək dərinin qoruyucu baryerini zədələyə bilər. İkinci səhv SPF istifadə etmədən retinol çəkmək. Bu dərini günəşə qarşı daha həssas edir və ləkələrin yaranma riskini artıra bilər. Üçüncü səhv sosial şəbəkələrdə gördüyüm məhsulu dəri tipini bilmədən almaq. Unutmayın ki, yağlı dəri üçün olan məhsul quru və ya həssas dəri üçün uyğun olmaya bilər. Dəri tipini tanıyırsınızmı? Dəri baxımında ən vacib məsələlərdən biri də dəri tipinizi düzgün müəyyən etməkdir. Yağlı, quru, qarışıq və həssas dəri fərqli qulluq tələb edir. Yanlış məhsul seçimi yalnız nəticəsiz qalmır. Bəzən mövcud problemləri daha da artırır. Məhz buna görə də peşəkar dəri analizi çox önəmlidir. Nə zaman dermatoloqa müraciət etmək lazımdır? Əgər istifadə etdiyiniz məhsullar dərinizdə yanma, güclü qızartı və ya qabıqlanma yaradırsa, əgər sızanaqlarınız artırsa, əgər ləkələr keçmirsə, əgər hansı məhsulun sizə uyğun olduğunu bilmirsinizsə, internetdəki təsadüfi məsləhətlərə güvənmək əvəzinə dermatoloqa müraciət etməyiniz daha doğru seçim olacaq. Dermatoloq dəri tipinizi qiymətləndirəcək və ehtiyaclarınıza uyğun, təhlükəsiz və effektiv dəri baxımı proqramı hazırlayacaq. Yekun, retinol, C vitamini və SPF düzgün istifadə edildikdə dəri üçün çox faydalı məhsullardır. Ancaq onlar düzgün ardıcılıqla uyğun konsentrasiyada və dəri tipinizə uyğun seçmək lazımdır. Unutmayın ki, bahalı məhsul almaq hər zaman düzgün məhsul almaq demək deyil. Əgər dəri baxımı ilə bağlı tərəddüd edirsinizsə, sızanaq, ləkə, qızartı və ya başqa digər dəri problemləriniz varsa, özbaşına məhsul seçmək əvəzinə dermatoloqa müraciət etməyiniz vacibdir. Dəqiq diaqnoz və fərdi azlanmış dəri baxımı planı həm vaxtınıza, həm də büdcənizə qənaət edəcək, ən əsas isə dərinizin sağlamlığını qoruyacaq. Əgər bu video sizin üçün faydalı oldusa bəyənməyi, kanalımıza abunə olmağı və bu məlumatları yaxınlarınızla paylaşmağı unutmayın. Sağlam və parlaq dəri üçün növbəti videolarda görüşənədək.